Ölkədə unun qiymətinin artmasıyla bağlı məlumatlar yayılıb. Bəzi ekspertlər qeydə alınan cüzi artımın davamının olacağını iddia edir. Bu, dünyada taxıl bazarında baş verənlərlə izah edilsə də, narahatlığa əsas görməyənlər də çoxdur. Beləliklə, taxıl bazarındakı vəziyyəti əməkdaşımız Aysel Zahid qızı araşdırıb. Paytaxtın topdan satış mərkəzlərində unun bahalaşması halları müşahidə olunur. 50 kiloluq kisənin qiymətində 30-60 qəpik artım olduğunu deyən mütəxəssislər bunu dünya bazarında taxılın qiymətinin artması ilə izah edirlər. 2013-cü, 14-cü il taxıl mövsümündə mövsümün sonunda qiymətlər nisbətən qalxmışdı. Həm bu Qara Dəniz ətrafında baş verən hadisələrlə bağlı idi. Ukrayna, Belarusiya bilirsiniz ki, çox güclü oyunculardan biridir dünya taxıl bazarında, xüsusən buğda bazarında. Bununla bağlı idi. Həm də belə bir məlumat gəlmişdi ki, Yaxın Şərqdə və Amerikada bu il quraqlıqdır. Dünya bazarında taxılın istehsalının müəyyən qədər azalması isə avtomatik olaraq buğda və onun bahalaşmasına gətirib çıxarır. Azərbaycanın taxıl aldığı ölkələrdə vəziyyət stabil olduğuna görə hələlik bizim üçün təhlükə azdır. Gördüğünüz bu dəyirmanda gün ərzində 500 tona yaxın buğda üyüdülür və əldə olunmuş un Azərbaycanın bütün bölgələrinə göndərilir. Ötən illə müqayisədə un istehsalı artsa da qiymətlər hələ ki stabil olaraq qalmaqdadır. Bizim əsas taxıl ixal etdiyimiz ölkə Qazaxıstandır. Ölkənin ən böyük un istehsalı ilə məşğul olan dəyirmanın nümayəndəsi buğda qiymətinin ötən ildəki kimi olduğunu və ildən ilə tələbatın daha da artdığını dedi. Hal-hazırda bizdə qiymətlərdə elə bir ciddi artım yoxdur. İdxal olunan buğdada da elə bir qiymət artımı yoxdur. Ona görə hal-hazırda elə bir uzun müddətli ki, demək olar ki, eyni qiymətə bizdə un məhsulları satılır. Ümumiyyətlə, dünya bazarında taxılın qiymətinin artması avqust ayında tam aydın olacaq. Əgər taxılın və unun qiymətində artım olarsa, təbii ki, bu da əhaliyə satılan çörəyin qiymətinə də təsir edəcək. İqtisadiyyat və Sənaye Nazirliyindən un satışında heç bir qiymət artımı qeydə alınmadığını bildirdilər. Kənd Təsərrüfatı Nazirliyindən isə aldığımız məlumata görə bu il taxılla bağlı ölkədə problem yaşanmayacaq.